تغذیه hamı yeyir, ولی تغذیه بافتımız düz انجام tapmır. Və bu muhibbət ilahi və bu mah mübarək bəhtərin fürsətdir ki, biz əvvələn istirahət verək o əzayı ki 11 ay mudam işləyibdir. Əzayı گوارش، چه آنزیم ها، چه ترشحات گوارشی و چه خود پرزهای روده. که در اثر پرخوری و بدخوری متاسفانه پرزهای گوارش bir مقدار azalır bu 11 ayda və bu ayda inşallah səy eləyəcəyik ki, bu paksazı və bazsazı düz əncam tapsın. Bu da əncam tapmaz məgər ki, vaqəən riayət eləyək tədabir mah mübarək Ramazan. Tədabir mah mübarək Ramazan nə mənadır? Budur ki, biz موقع افطار که تمام سلولlarımız qorasındadır və tamamilə sumum bədən amadə xurujdir. Biz eləyə bilər abıcur şöbələr, ab əsəl və ya hətta istifadə az danəhay giyahi مثل خاکشیر یا بارنگ یا بالنگو bunlardan köməklik alaq ki, paksazı bafti və paksazı guvarişi düz əncam tapsın. Əlavə bər bu, مواد مفید oruçluqda مثل مغزهای بونداده خام çok yiyilsin ki inşallah ne olsun? Bu bazsazı uzunda ittifaq düşsün. Əsən kollu bədənimizdə ki, bu 3 dənə pədidəni riayət eləyək. Pəs paksazı, bazsazı və təğziyə uzvi. Pəs inşallah bəhtərin işləri görə bilirik oruçluqda. Bu ki, dubara bərhəmxori və bədxori əncam tapmasın. Ta xuda ilə kərdə əlavə bər paksazı dubara ənbaşlı sumum təbdil olmasın oruçluq. Pəs köməklik eləyək ki, bədənimiz neynəsin? Tamamilə sumumi bu ayda özündən dəf eləsin. Sellullarımız və baftılarımız paksazı olunsun və hətta əgər bəxşi iltihab ya ufunəti vardır, در اثر گرسنگی و گرمی خشکی که غلبه eləyəcəkdir, رطوبات اضافه بدن که حبس olubdur və təbdil bir bəlğəm və soda izafədir, bunlar da neynənsin? Xaric olunsun ta بعد از ماه mübarək Ramazan شاهد نه تنها شکوفایی معنوی بلکه شکوفایی جسمی و سالمسازی بدن da olmuş olur.